Bu güllərin gözəlliyinə, qəşəngliyinə baxın. Görün necə qəşəngdirlər, videoda görün necə gözəl çıxırlar. Elə sizə bir şey də demək istəyirəm yadımdayken. Mənə ən çox gələn sual, siz xüsusi testlərmi aldınız, yoxladınız, bildiniz uşağınızın cinsiyyətini, yoxsa necə? Xeyr xanımlar, mən Alina xanıma müraciət elədim və çox da düz dedi mənə. Necə təyin eləmişdiksə, necə hesablanmışdıqsa o cürdə oldu. Min şükür Allaha, mən ilk övladım qız olsun istəyirdim. Elə qız da oldu. Təbii ki, kimin sayəsində? Alina xanımın sayəsində. Çünki onun hesablanması çox düzgün və dəqiq idi. Çoxlu öpürəm xanımı, təşəkkürümü bildirirəm mən ona ki, həqiqətən xanıma müraciət elədiyimə görə qətiyyən peşman deyiləm. Əgər siz də cinsiyyət hesablatdırmaq istəyirsinizsə, əkiz, oğlan, qız fərqi yoxdur və yaxud da ki, öyrənmək istəyirsinizsə necə eləyirlər, o zaman yenə də mütləq Alina xanıma müraciət